Təmkinli olun. Sən Növbəti gündən hamıya salam. İndi hal-hazırda gedirəm nənəmgilə. Daha doğrusu gedəcəyik. Anamı götürməyə gedəcəm ilk əvvəl. Çünki nənəm zəng gəldi və dedi ki, çox gözəl bir aş bişirmişəm. Gəlib bunu yeməlisiniz. Ona görə biz ora gedirik və bu günü sizin üçün vloglayacağam. İndi isə gedirik nənəmgilə. İndi sizə göstərəcəm. Uşaqlarımı da aparıram. Oskar. Gözünü göstərmişsən. Oskar o kadar qaradır ki, görünməyə bilər. Bu da Ice. Çox sevinirlər. Neyse, onları bir dakika. Onları evdə qoymaq istəmədim açığı. Dedim ki, nənəmgilə gedir, yoxsa həyətə buraxaram. Həyətdə biraz qaçarlar, oynayarlar, vaxt keçirərlər. Tək qalmasınlar evdə. Ürəyim əl vermədi. Ona görə onları da özümlə aparıram. Hərçənd ki, bilirəm yolu mənim burnumdan gətirəcəklər. Çünki Ice çox rahat oturur maşında, amma Oskar heç rahat oturmur. Ancaq hürür, belə qucağa gəlmək istəyir. Anam maşına minənə qədər məni həyatımdan bezdirəcək, amma heç nə olmaz. Evdə qoyub vicdan əzabı çəkməkdənsə özümlə aparıram. Belə qoy mənim günümü zəhər eləsin, eybi yoxdur. Nəysə, indi gedirəm anamı götürmək, isə çəkəcəm hər şeyi. Gəldim, anamı gözləyirəm. Günəş tam qarşıdadır, ona görə gözlərimi tam aça bilmirəm. Amma arxada adını çəkmirəm, ya da çəkim artıq. Oskar kriz keçirir həqiqətən. İndi göstərəcəm sizə, baxın. Baxın necə ayaq üstədir. Ice yatır. Amma Oskar ayaq üstə və gözləyir. Altlarına belə bir şey sərmişdim, amma görürsünüz onu da arxaya itəliyiblər. Yəni heç maşın vecilərinə deyil. Öz aləmlərindədirlər və hamısını əminəm ki, Oskar elədi. Hə Oskar? Hə Oskar? Hanı mama? Mama hanı? Hardadır mama? Gəlir? Mama deyəndə başa düşürlər ki, anamı deyirəm. Gözləyirlər. Oskar cırma maşını. Çok heyecanlandı, çok heyecanlandı. Oskar. Ice. Tamam gelsin, biz gideceğiz nənəm gidelim. Belə, orada görüşərik. Oskar. Güzel kızım. Hə. Ice, hara gedirsən? Bak biz bu aş için gelmiş yok ya da yolu. Qarası hanı bunun? Qara yoxdur. Qara da yuxarıdır, qara da gəlir, qara da ayrıdır. Qazmaq var. Yuxarı qazma. Qazmağını da qoyarsan. Qazmağı istəyirəm, qızdırmayaq. Əllərimə sağlıq, nənə nə gözəldir. Suyuqlar, gəlin. Hoppa. Ice. Ice. Bir şeyiniz var sizin? Yeyilərsə bir dənə qəşəksiz pişikdir, anadır. Kısırlaşdırılıb gətirib baxsana, ay gülür. Anadır, kısırlaşdırılıb. Nənəm heyvanları heç sevmir. Nə ayacaqsan? Nənə sən yeməyəcəksən? Niyə? Yemək belə təşə bilmirəm özümə. İlahi. Həqiqətən. Oyda nənə bu necə gözəldir. Ağlamaq istəyirəm. Çağırdım, gətirdim.
Bunu bu cür bişirirsiniz? Hə. Həyatı necə də sevirsiniz? Nə? Heç nə deyirəm, həyatı necə də sevirsiniz? Nə halına qala? Nənə, səni bizim evə necə transfer eləyə bilərik? Məsələn, 1000 manata gələrsən bizim takımımıza. 100 manata. 100 manata? Nənə çox Yemək pişirməyəm istəyirsən. Tamam. Bəli. Pişireyim gəl git ana mən nə aparırsa çox bir tutuyor ya. Bizim ev o qədər sıxıcıdır. Yox atam sıxıcılıqdan getmir. Nə görüm? Produktumuzun yerini bilmirəm, heç dadını sən. Öyrənirsən daha çox çətindir. Səni verənə qurban. 2 dəfə telefon əlimə aldım, qoydum yerə. Gələ zəhmə gəlmişə. Mənə biraz da əzizlə də məni. Nə? Biraz da qəşəng sözlər deyəm. Hə, orada dedim. Dəyəcəm, gəlsə də özü bilər, gəlməsə də. Dedi, baxaq, görək. Aynənə baxaq. Ətindən də qoydun mu? Qoydum. Yiyim, qoymasan qoyarım. Yumruğunun üstünə qoydum, üstünə. Qaç bir olmaz. Necə parat çörək yemişəm. 2 dənə də yumurta yemişəm və salam yedim. Mayonezli də salat yeyibdi. Hə, onda yeməyim belə bir nələyin uzadı. İndi o nədən? Nə diyetə saxlayırsan? Hə. Niyə? Nə bilim, doktor öldürürdü məni. Həkim dedi. Hə. Həkimə getmişdin, niyə? Hə. Ürəyimə görə şəhla. Deyir, diyetə saxla deyir. Olmaz deyir, deyirlər. Dietorukun yanına getdim, o da deyir, iynə yazayım axala. Nə iynəsi? Arıqlama iynəsi. İynənin biri də 200 manat, 6 iynə 1200 manat. 100 manatda şey, uzi da 1300 manat. Çörək yemə, diyetə saxla, yürüyüş elə. Dedim də bunu mən 200'ü verməyim, bunu özüm elləsəm olmazmı? Eləyəcəksən? Deyir, olar. Eləyəcəm şəhərlə, özümə yaman söz vermişəm. Daha heç yemək istəmirəm. Allah haqqı. Siqnalı öldürüb də beynində. Hə, eləcə heç deyirəm, yemək istəmirəm. İstəmirəm. Niyə? Yaxşıdır amma buna mayonez vurma. Sağa görə deyirəm, amma arıqlamağına görə. Şey vuraram. Qatıq vur. Qatıq. Vuraram qatığını. Qatıqla yaxşı olur. Atsa qarışım qoyacaq, şey düşünsün. İtti gələn kimdi görən al. O xanımın yanına gitti. Neçə kilo arıqlamalısan? Neçə kilo olsa neçə kilo olmalısan? Dəqiq kilomu bilmirəm şəhərə. Hardasa da 115 dadı. Neçə olmalısan? Dedi, 5 tat demədi, dedi bir 5 kilo, 10 kilo arıqlasan, dedi, lap yaxşı olur. Səni idmana yazdıraq. Ay şəhərli illiyənmərəm, tamam. Niyə? Ölürlər. Əziz izləyicilər, hamımızın xəbəri olsun buradan. Mən təxminən 1 aydan çoxdur bu insandan antifriz istəyirəm və bu şəxsdən. Bu dəqiqə Azərbaycan Respublikasında sürücülər hamısı bilir ki, bu dəqiqə yağ qıtlığı, antifriz qıtlığı var Azərbaycan. Ona görə zəhmət olmasa Sən mağaza işlədirsən. Təmkinli olun. Sən biraz, mağaza səbirli ol, işlədirsən. Hər şey qaydasında. Xeyr, mənim artıq antifrizim qutarıb minimumdadır və mən maşın sürürəm. Qırmızı rəng biraz burdadır məsələn. Çəkilişim. Doğru verərsən mənə telefonu. Pulumu ona niyə vermirəm ki? Aya 10.000 qazansam, niyə vermirəm ki? Bir ay işləyirsən, telefon alsan da. Allah mən verəm. 1 aylıq pulumu telefona verərsən. Niyə vermirəm ki? Gəlsə insanlar 10-15 aylıq maaşını verirlər bizim ölkədə. Hə də, hə, 15 yox, 2 telefon olsun 4 dənə seriya çıxır. Hadi 3000 ödəyirlər. Zəfinlir də. Nənə, niyə baxsan? Oranı da çəkin. Yo, lazım deyil. Nə tez tüçsün. Oskar mamamın üzünü yallayır ona görə. Nənəm belə bir baxış atdı. Hə, biz harada qalmışdıq? Bütün yəni ki 1 aylıq maaşını 10.000 qazansan ayda verərsən. Elə qazanırıq biz vermirik. Başqa planlarımız var.
Mama o şeydir, maskadır. Sən o maska ələ keçmir. Nə danış? Özel mi? Satış şirkətindən. Kilosu 20 manata yemək yeyir. O vitaminlər Vallahi hamısı. o bir hara getdi? Aşağı Aşağıda. şu bağı. Bu dəqiqə ilan boğacaq onu. Var ilan, həqiqətən. Mən ilan saxlayıram həyətdə. Rəvanın bağırını Kimin bağrını cırdı? Qonşunun. sağda duran oğlunu. Ha, aşağı Gəl düşəndə. gəl. Uzun-uzun söhbət etdikdən sonra axşam artıq evə qayıdırıq. Ümid edirəm ki, videonu bəyəndiniz. Əgər videonu bəyəndisə, kanala abunə olmağı, videonu like etməyi və rəylər bölməsində öz fikirlərinizi mənimlə bölüşməyi unutmayın. Hələlik.